Qədim Azərbaycan şəhəri olan İrəvanın yaranması, inkişafı və erməniləşdirilməsinə qədərki tarixin yeganə şahidi olan Təpəbaşı məhəlləsi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Azərbaycan xalqına ziyalılar bəxş edən tarixi məhəlləni yer üzündən silmək cəhdləri erməni vandalizminin növbəti təzahürüdür. Mədəni soyqırımla bağlı Azərbaycanın ictimai xadimləri UNESCO-ya müraciət ünvanlayıblar. Burada, Bakıda şəhərin mərkəzində erməni kilsəsini görə bilərsiniz. Orada 5000 erməni kitabı var. İrəvanda bəs nə görürük? Onlar Azərbaycan məscidinin adını dəyişiblər. Onu Fars məscid adlandırıblar. Şuşadakı məscidi də Fars məscid adlandırırlar. Onlar məscidin mənşəyini dəyişmək üçün, bəzi təmir işlərini aparmaq üçün hətta İrandan mütəxəssis də dəvət ediblər. Ermənistanda Azərbaycan tarixi irsinin silinməsi prosesi ötən əsrin 80-ci illərindən sonra geniş vüsət alıb. Həm Qarabağda, həm də Qərbi Azərbaycanda yüzlərlə mədəni abidə dağıdılaraq məhv edilib. Bunun davamı olaraq tarixi Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər bugün Təpəbaşı məhəlləsində mədəni soyqırımı həyata keçirirlər. Oradakı olan bizim maddi mədəniyyət nümunələrimiz ya məhv olub, sıradan çıxarılıb, yaxud da ki, başqa xalqların, başqa dövlətlərin adına çıxarılır. İndi isə Təpəbaşı məhəlləsində qalan hissəsi ki var, nüvəsi deyək də, onun qədim hissəsi ki var, onu qoruyub saxlamaq mümkündür. Ermənistan hökumətinin son dövrlərdə müəyyən plan hazırlayıblar ki, bunun əvəzində buradan bunları köçürsünlər, silsinlər yer üzərindən və burada müasir tipli deməli şəhər salınsın. Monoetnik ölkəyə çevrilən Ermənistanın bu addımları beynəlxalq normalara tamamilə ziddir. Ermənilərin Təpəbaşı məhəlləsini yer üzündən silərək tarixi saxtalaşdırma cəhdlərinə cavab Azərbaycan ictimaiyyətindən gəlib. Növbəti erməni vandalizmini dünyanın diqqətinə çatdırmaq üçün bir qrup ziyalı UNESCO-ya müraciət ünvanlayıb. Bütün Qərbi Azərbaycan torpaqlarında Azərbaycan xalqının milli, dini, mədəni irsinə qarşı törədilən cinayətlər beynəlxalq hüquq nöqteyi nəzərindən qiymətləndirilməli və bu soyqırım cinayəti kimi qiymətləndirilməli və Ermənistan tərəfdən bir təzminat olaraq onun dəyən zərərin ödənilməsi tələb edilməlidir. İndi top UNESCO-nun sahəsindədir. Dünya mədəni irsinin himayədarı qismində çıxış edən bu təşkilat həm Qarabağda, həm də indiki Ermənistan ərazisində dağıdılan, talan edilən tariximizə müşahidəçi qalmamalı, qəsbkar Ermənistanın vandalizm hərəkətlərinə layiqli cavab verməlidir. Rüstəm Mikayılzadə, Elçin Tağıyev, Lalə Məmmədova, ASTV Xəbər.